Yaya uyğun mini keksləri bu formada hazırlamaq olduqca maraqlıdır. Yoldaşları ilə pikniyə gedən uşaqlarınıza bu formada hazırlayın. Olduqca gözəl görünür və olduqca da bərəkətlidir. Əvvəlcə klassik keks xəmiri hazırlayırıq. Keksə nə əlavə etmişəmsə postun altına qeyd etdim. Gördüyünüz miqdarda keksi qəlibə əlavə edib bişirirəm. Keks 20 dəqiqədə 180 dərəcədə bişir. Mən daha rəngarəng olsun deyə ağ şokoladı ərdərək şokolad üçün olan rənglərdən əlavə etdim. İstədiyiniz rəngdə və sadəcə qara şokoladdan da hazırlaya bilərsiniz. Hazırlanması olduqca əyləncəli və rahatdır. Gördüyünüz formada şokoladlı qəlbləri əlavə edirəm. Yediyim keksləri də yenidən üzərinə əlavə edib 5 dəqiqə dondurucuda saxlayıram. 5 dəqiqə sonra bu formada gözəl keksləriniz hazırdır. Hazırlayacaq olan hər kəsə nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər.